Salam. Deməli, bu günlərim 9-cu siniflərə aid olan mövzu sınağının izahını verəcəm. Sınaq nömrə 2-dir və bir asan sınaq olacaq, bir dənə də çətin sınaq C variantı nisbətən A-ya nisbətən çətindir. İndi baxaq, başlayaq elə birinci sınaqdan. Mənfi 4,9 və 7,4 ədədlər arasında yerləşən tam ədədlərin cəmini tapın. Deməli, biz ilk növbədə bilməliyik ki, burada əlavə mən bir yer açım. Yəni, burada həll eləyək. Mənfi 4,9 belə. Mənfi 4,9 və 7,4 ədədləri arasında mənfi 4,9 məsələn, ədəd oxucaqsam mənfi 4,9 işarə eləsəm və 7,4 işarə eləsəm burada mənfi 4-dən sonra gələn ədəd mənfi 4,9-dur. Ona görə mənfi 4 cəmin tapdıyır, çıx 3 cəmdirsə, deməli, çıx 3, çıx 2, çıx 1, 0, 1, 2, 3, 4, 5, 6 və 7. Mənfi 4, mənfi 3 bunlar islah olar. 5-in üstün 6, 11, üstün 7, 18. Keçək ikinci suala. İkinci sualda A və B ədədləri, burada cavab olur 18. A və B ədədlərin hasili 72, A vur B 72. Ortaq olmayan sadə blokların hasili C-si 2 olarsa, bu ədədlərin əkobunu tapın. Əkob. Deməli, əkobun düsturu nətər idi? A vur B vur C. Düsturları əzbər bilmək lazımdır. Əbobun düsturu kök altında A vur B böl C. Bir də əkob AB vur əbob AB bərabərdir A vur B-yə. Əlavə olsa C bərabər idi, əkob böl əbob AB. Bunları əzbər bilmək lazımdır ki, vaxta qənaət olsun. Onu kiçildəyək. Yəni, yaddaşlara qalsın. Belə. İndi, mən buradan hansını seçəcəm? Mənə lazım olan əkobu soruşursa bu düsturdur. Yəni, əkob 72 vur 2-yə. Elədir kök altında 144. Bundan da kök çıxar 12. Cavab eləyər A bəndi. Keçək üçüncü suala. Bərabər yanlı üç bucağın təpə bucağı oturacağını biçib bucağın 50%-dən bərabərdir. Söhbət bərabər yanlı üç bucaqdan gedirsə, üç bucaq çəkək. Məsələn, bərabər yanlı üç bucaqdır. Düşünün, bu bərabər yanlı üç bucaqdır. Bu alfa, onda oturacağını biçib bucaqlar biri-birinə bərabərdir. Bərabər yanlı üç bucaqda. Təpə bucağı oturacağını biçib bucağın 50%-nə bərabərdir. Təpə bucağı oturacağını biçib bucağın 50%-nə bərabərdir. Deməli, beta bərabərdir. Alfa bölünsün 2-yə. Mən onda hesablaya bilərəm ki, alfa üstə gəlsin, alfa bölünsün 2 bərabər 180 dərəcə. Hər tərəfi 2-yə vursam, 2 alfa üstə gəlsin. Alfa bərabər 360 dərəcəyə. 5 alfa bərabər 360. Alfa bərabər 72 dərəcə. Alfanı tapdı 73. Bucağın təpə bucağını tapın. 72 böl 2 bərabər 36 dərəcəyə. Cavab eləyər D variantı. Deməli, keçək dördüncü suala. Dördüncü sualda bizə nə deyir? Dördüncü sualda nə deyir bizə? Ədədin 2 misli 0,7 dövrdə 5. Bu ədəd nədir? 90-da 75 çıx 7. 68.
ədədinin 2 misli. 90-da 68-in 2 misli ədədinin neçə faizidir? Vur 2-yə. Nə elədir bu? 45-də 68. Sonra digər ədəd. Bu ədəddən söhbət gedir. 0,3 dövrdə 5. Bu nədir? 90-da 35-dən 3 çıxanda 32. Bu ədədin neçə faizidir? 90-da 32 100 faizdir. 45-də 68 x faiz. X-i tapaq buradan. 45'te 68 vur 100, 90'da 32. Bunlar gitti, burada kaldı 2. Oldu 68 vur 100, bölünsün 32'nin 2'ye böləndə 16. 4 ixtisar getsə, burada qalar 25. Burada qalar 4. Sonra 4'ten 68 ixtisar gedər. Bunlar 17. İndi 25'i mən 17'ye vursam 7 kere 5 35, 7 kere 2 14, 17 1 kere 5 5 1 kere 2 2 5 7 üstünden 5 12 1 üstü 2 3 4 cevabıya 425 faizine A variantı. Neçə faizidir deyə 425 var. Əgər desək ki, ədədin 2 misli 0,3 dövrdə 5 ədədindən neçə faiz çoxdur? 325 deyəcəksən 100'ü çıxmaq şərti ilə. Deyəcək 5-ci suala. Deməli 5'də A bərabərdir. Kök altında 3 çıxılsın 1. Kök altında 3 çıxılsın 2 kök altında 5. Ədədinin kəsr hissəsini tapın. Biz ilk növbədə modulun içərisinin işarəsini təyin etməliyik. Ki moduldan çıxardıq ifadəni. Yəni modulda hesab apara bilməyəcək. Bura müsbətdir. Səbəb kök altında 3-dən təxminən kök 1,7 nə qədərsə çıxır. Biri çıxanda müsbət. Bəs bu müsbətdirmi? Baxaq görək. Məsələn 2'nin kökün altına salsam mən, onsuz da bu mənfidir. 2'nin kökün altına salanda kök altında 4 vur 5 20 eləyir. Bax bu mənfidir. Əgər modulun içərisi mənfi idisə, biz qarşısına bir dənə mənfi atırdıq. Müsbət olduğu kimi çıxır. Yəni birinci ifadə olduğu kimi çıxır. İkinci ifadənin qarşısına mən bir dənə mənfi atıb açıram. Ne bil ki bu formada açılır. Bərabərdir. Kök 63 çıxılsın 1. Çıxılsın kök 63 üstə gəl 2 kök altında 5. Bunlar getdi. Qaldı 2 kök altında 5 çıxılsın 1. Ədədinin kəsr hissəsini tap. Ədədin kəsr hissəsini tapmaq üçün ədədin özündən çıxmalıyıq, yox ədədin tam hissəsini. Bunu bilin. İndi ədədin özü hansıdır? Bu. 2 kök altına 5 çıxılsın 1. Bəs bu ədədin tam hissəsi nədir? 2'nin kökün altına salsam 4 vur 5 eləyir 20. Çıxılsın 1. 20'dən köhnə çıxır. 4 tam nə qədərsə. Çıxanda biri 3 tam nə qədərsə. Yəni bu ədədin tam hissəsi 3'dür. Bu da elədir. 2 kök altına 5 çıxılsın 4. Cavab bilər C variantı. Maraqlı sual. Ümumiyyətcə MHM sınaqları həm test kitabçaları da maraqlıdır, həm də yazılmış sınaqları da maraqlıdır. 6. Perimetri 45 cm olan bərabər yanlı üçbucağın belə. Perimetri 45 cm olan bərabər yanlı üçbucağın yan tərəfinin uzunluqları cəmi oturacağından 5 dəfə böyükdür. Məsələn, bura x olsa, yan tərəfin uzunluqları cəmi nədir? 2a. Oturacağından 5 dəfə böyükdür. 2a 5x-ə bərabərdir. Düzdürmü? 5x-ə bərabərdir. Üçbucağın oturacağını tapın. Bəli, 5x-ə bərabərdir, 5 dəfə böyükdür. Üçbucağın oturacağını tapın deyir. Deməli, mən yazıram belə bir şey. 2a üstə gəlsin x, mənə perimetri verirmi? 2a'nın yeni yatırıb qoyuram 5x-ə.
Deməli, yan tərəfinin uzunluqları cəmi oturacağının 5 böyükdür. Aha. 5 qız üstə gəl. X bərabərdir 45'e. 6x bərabərdir 45. X də bərabər 3 ixtisar getsə 2, 9, x bərabər 4 onda 5 olar. Cavablar ne deyir bunun? Üçbucağın oturacağını tapan 3 ixtisar getsə, burada səhv yazıq da. 3 ixtisar getsə 15 qalır axı. 15 bu da eləyir. Deməli 7 tam onda 5. A variantı. 7-ci sualda nə deyir? 156 dərəcəli bucağın daxili oblasından keçən şüva. Yenə tutalım ki bucaqdır. Bucaq. Neçə? Aha. Daxili oblasından keçən hər hansı bir şüvadır. Belə deyək. Bu 156 dərəcədir ümumi. Keçən şüva onu K və 3K. Nisbətini 2 bucağa bölü alınan bucaqların böyüyünü tapın. Deməli 4K bərabər 156. K bərabərdir 3, 3 kere 4. 12, 36'da 4, 9 dəfə. Buraya da 39 dərəcə. Alınan bucaqların böyüyünü tap. Şöyle 9'a vurun 27. Bu da oldu 117 dərəcə. Böyük oldu B variantı. Belə. Keçək 8-ci suala. 8-də nə deyir? Hansı ədədin 15% 75 ədədinin 80%-dən bərabərdir? İlk növbədə biz 75 ədədinin 80%-ni tapaq. Deməli 100%-dir, 85%-i x-dır. X bərabərdir 75 vur 85. Hansı ədədin 15%? Hər hansı A ədədin 15%-i 75 vur 85 böl 100'e bərabər. Buradan anı tapaq. 15, 75 vur 85 böl 100 vur 100'e. Yüzlər getdi. Sonra bunlar getdi. Burada qaldı 5. A da bərabərdir deməli. 5 kere 5 25, 5 kere 8 40, 42, 425. Biz 80%'den beraber 85 yazmışıq. 80%'nə. Deməli belə deyək də, burada 80 80 de sonunda olur 400. Cevap olur B variantı. 9. A -5,4 ədədinin kəsr hissəsi ilə -5,4 ədədinin birinci növbədə kəsr hissəsini tapmaq istəyiriksə biz kəsr hissə nə idi? Bayaq yazdığım kimi ədədin özündən tam hissəsini çıxmalıyıq. Tam hissəsini deməli. Ədədin özü nədir? 5,4. Və -5,4 tam hissəsi nədir? -6. Çıx -6. Bu da eləyir -5,4 üstə gəl 6 nə eləyir? 0,6. 0,6. Kəsr hissəsi 0,6. Sonra A-nın kəsr hissəsi A. Kök 65 üstə 2 tam hissəsinin hasilini tapın. Ədədinin tam hissəsi ilə B. Kök 65 üstə gəlsin 2. Kök 65'ten kök nə çıxır? 2 tam nə qədərsə. Üstə 2 gələndə 4 tam nə qədərsə. 4 tam nə qədərsə bir ifadənin tam hissəsi nədir? 4. Digər kəsr hissəsi nə idi? 0,6. Hasilini soruşur. 0,6 vur 4'e. 4 kere 6 24. 2. 2 tam onda 4 cevap olur. E variantı. 10. sual. 2 ədədin ədədi ortası 15'dir. Yəni x plus y bölü 2 bərabərdir 15. Onda x plus y nəyə bərabər? 30'a. Bu ədədlərə yeni bir ədəd əlavə olundu və ədədi orta 14'e bərabər. Yeni bir ədəd. Məsələn,
X plus Y plus Z. Onu 3'e bölməliyik. Əlavə olundu və ədədi orta 14'e bərabər oldu. 14'e bərabər. Əlavə olmuş ədəd. X plus Y nə tapmışıq? 30. 30 plus Z bərabər 14'ü 3'e vuranda 42. Z bərabərdir 12'ye. Cevap olur. C variantı. 11. Yaşlarının cəmi 55 olan 3 dostun 5 yıl sonraki yaşlarının cəmini tapın. Bu X plus Y plus Z 3 tane dostun yaşının cəmi 55 ise 5 yıl sonra her birinin yaşının üzerine 5 yıl gəlir. Yəni üstə gəl 5X-a, üstə gəl 5Y-ə, üstə gəl 5Z-ə. Toplamda 55 üstə gəlsin 15 bərabərdir 70 yaş olur. Yəni yaşların cəmi biri artıb biri qalmır yerində. Hamısının üzərinə gəlir. 0'dan %12 bölünsün 0'dan 1000'də 5. 12 bölünsün 0'onda 6. Cəmini 25%'ni tapın. Bax, birinci növbədə mən bu ifadələri belə hesablayıram. Məsələn, bunu da 1000'ə vuracağım. Bunu da 1000'ə vuracağım. Ki bu eləsin 100'ə vuranda 12 120, bu da eləsin 5. Üstə gəlsin, bunu da ona vuracağım. Bunu da ona ki burada onluq kəsir qalmasın. 6 120. 120'nin 5'e böləndə deməli 24 burada, 20 də burada. Cavab nədir? 44. Məndən cəminin 25%'ni istəyir. 44 100%, 25% x ədədinə bərabər. X bərabərdir. %44 vur 25. Onlar getdi 4. Cavab nədir? 11. D variantı. 13. Kök altında 14'ün kvadratı nə eləyir? 14. Mənfi 11'in kvadratı 11. 15'in kvadratı 15 çıx 13 bərabərdir. Deməli 14 üstü 11 25, 25 üstü 15 40, 40 çıx 13. Cavabladı 27. D variantı. 14. Tərəfi 12 kök altında 3 olan bərabər tərəfli üçbucaq hündürlüyünü tapın. Məsələn, bir dənə bərabər tərəfli üçbucaq çəkək, tutalım ki. Bərabər tərəfli bir üçbucaq. Tərəfi nədir? 12 kök altında 3, 12 kök altında 3, 12 kök altında 3, bu da 12 kök altında 3. Şu hündürlüyünü tap. Məsələn, bərabər tərəfli üçbucaqda bilirik ki, çəkilmiş hündürlük həm mediandır, həm də tənbələn. Tənbələn isə bərabər tərəfli üçdən daxili bucaq 60 dərəcədir, onda bura 30 dərəcə olur. Və artıq buradan mən məlum məsələ ki 30 dərəcəsi bura 12 kökdür 3-dürsə, bura 60 dərəcədirsə, bura olur 6 kök 63, mediana görə 6 kök 63-də 30 dərəcə bucaq qarşısına katet 6 kök altında 3-dürsə, 60 dərəcə bucaq qarşısına katet olur 18, yəni 6 kök altında 3'ün kökdə 3 misli, bu da olur 18, cevap olur E variantı. 15. sualda nə deyir bizə? X bərabər 5 çıx kök altında 5 ədədinin tərsi ilə tərsi 5 çıx kök altında 5 ədədinin tərsi nədir? Bu. Tərsi ilə ədədinin hasilini tapın. Vur kök altında 20 çıxılsın 10. Deməli, mən buradan 2'nin mötəzi xaricinə çıxartsam, 1 bölünsün 5 çıx kök altında 5 vurulsun. 20 nədir? 4 vur 5. Bu nədir? 2 kök altında 5 çıxılsın 10. Buradan 2. Buradan 2'ni çıxartsam, kök altında 5 çıx 5 olar. Bunlar ixtisar gedər. Eyni ifadələr, amma əksidir bir-birini. Ona görə burada bir mənfi 1 artırıram, cavab olur mənfi 2. E variantı. 16. sual. 5 fəhlə müəyyən işi 18 günə yerinə yetirirsə, 9 fəhlə bu işi neçə günə yerinə yetirər? 5 fəhlə müəyyən işi 18 günə yerinə yetirirsə, 9 fəhlə x günə. Burada prosto biz ifadənin düz
və ya tərs kəmiyyət olduğunu bilməliyik. Burada ifadə düzdür, tərs. 5 fəhlə müəyyən işi 18 günü. 9 fəhlə bu işi neçə gün eynir? Fəhlənin sayı artdıqca gün neynir? Azalmalıdır. İşçi qüvvəsi artdıqca həmin işə görülən zaman, yəni çəkilən zaman azalmalı. Ona görə bunlar tərs mütənasib kəmiyyətlərdir. Tərs mütənasib kəmiyyətləri biz necə vururduq? Bu formada. Çarpaz yox, bu formada. Olurdu 9x bərabərdir 5 vur 18 90, x də bərabərdir 10 günə. Cavab olur 10 gün. 17-də ət bişirilərkən ölçəksinin 25%-ni itirir. 120 kiloqram təzə ət. Neçə kiloqram bişmiş ət alın? 120 kiloqram ət 100%-dir. 25%-in itirirsə yerdə 75%-i qalır da. 75%-i qalır. X. X bərabərdir. 120 vur. 75 böl 100-ə. 100-dən 75 ixtisar gedər. 25-ə 120 vur. 3 böl 4. Burada gedər. 30 qalar. Cavab elər 90 kiloqram. Yəni 90 kiloqram qalar. 25%-in bir şey itirirsə yerdə hansı faizi qalır? 100-dən çıxırsan da 75%-i qalır. Deməli, tənasübdür. 5 dövrdə 5 bölünsün x 0,2 bölünsün 4/5. Vururuq bir-birimizə. Orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Kənar hədd. Yəni 0,2 10-2 x vurulsun x bərabərdir. 5 tam 9'da 5 vurulsun 4 tam 10'da 5. Düzdürmü? Düzdür. İndi ixtisar geçsə 5'də 1 x bərabərdir. 5 kere 9 45 50 vurulsun 10'da 45. Aha. Buradan mən 5'də 1 x bərabərdir. 9'dan 45 ixtisar gedir. Burada 5 qalır. 10'dan 50 ixtisar gedir. Burada qalır 5. Onda bura oldu. Kəsrə ehtiyac yoxdur. 5'i 5'e vuranı 25. X də bərabərdir 125. 5'i 25'e vursan 125 olar. 19'da. Deməli 19-cu sualda malın qiyməti əvvəlcə 60% artırılıb. Sən bir dənə düşün. Aha. Malın qiyməti tutalım ki, malın qiyməti 100 manat. 100 manat. Əvvəlcə 60% artırıldı. Nə qədər olduğunda? 160 manat. Sonra yeni qiymət 40% azaldı. Artıq yeni qiymət, yəni 160 manat yeni qiymət 100%-dir, düzdürmü? 40% azaldı. Nə oldu? 60%. Yəni faizi həll edəndə 100 verməkdən qorxma da, hər hansı ifadəyə ki, faiz düz gəlir də 100-ə. 60% artırılıbsa və 160 olub. Sonra 40% azaldı, deməli oldu 60%. Malın ilkin qiyməti necə dəyişdi? X. Buradan x-i tapaq. 160 vur 60 bölünsün 100. Sıfırlar geçsə 96. Əvvəl 100 manat idi. İndi 96 manat oldu. Neçə manat endi? 4 manat. 4 manat endisə qiyməti necə dəyişdi deyir. Qiyməti neçə faiz dəyişdirsə yazdısan 4%. Neçə manat endi deyirsə 4 manat. 100'dən 100%'dən də 96%'ə düşür. Və yaxud da ki 100 manatdan 96 manata, yəni 4 manat və yaxud da 4% endi. 20-ci sual. 24'lərinin bu hissəsini tapın. 24 vurulsun %15. 4'ü ixtisar getsə 25 6 vur 15'ə.
25'ten 15 ixtisar gedir. Burada 3 qalır. Burada 5 düz tapdıq mı? 104 ixtisar getsə 6, 25 bəli. 5 ixtisar get 3. 18 böl 5. 18'de yəni ki 5'e bölüblər. Deməli 3 kere 5 15, 30'da da 5 6 dəfə cavab 3,6. 21. 3A müsbət ədədi A ədədindən neçə faiz çoxdur? 3A müsbət ədədi A ədədindən neçə faiz çoxdur deyir. A ədədi 100% ise 3A x'dir. Buradan yeni x'i tap. A 3A vur 100'e. Bunlar getdi 300% tapırsan. Amma 300% mi? Xeyr. Deyir neçə faiz? Çoxdur. 200% çoxdur. Səbəb bilirsiniz nədir? 100% yerində var axı. 300%-nə bərabərdir. 3A A'nın 300%-nə bərabərdir. Amma 200% çox olur. 22'de. X çıx Y və X plus Y qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabərdir? Onların hasilinə. Yəni X çıx Y vurulsun X üstə gəl Y bərabər 39 olmalıdır. Düzdürmü? Bax, bunlar qarşılıqlı sadə olduğu üçün bunların hasilini götürürsən. İndi buradan mən artıq iki ifadənin və x, y-dən söhbət natural ədədlərdən gedir. Yəni qarşılıqlı sadə deyirsə fərqi. Yəni fərqi də cəmdə natural. İki ifadənin hasili sadə ədəddirsə, onların yəni qarşılıqlı sadə ədəd olduğunu görə bilirik. Yəni x çıx y 1, x üstə gəl y isə 39 kimi baxmaz. Alt-alta toplasam 2x bərabərdir 40, x bərabərdir 20. X 20 tapdıq. Onda y nə olur? 19. Bəli. Məndən də x vur, y sor ki, yəni 19 vur 20, 380. 380 almış olarıq 23'də. Uzunluğu 80 cm parça 2 bərabər hissəyə bölünüb. 2 bərabər hissəyə bölünüb. Birinci parçanın orta nöqtəsi ilə ikinci parçanın sonu arasındakı məsafəni tapın. Yəni səndən bax bu məsafəni istəyir. Uzunluğu 80 cm parça 2 bərabər hissəyə bölünübsə 40 və 40. Onda bura 20, burada 20. 20 40 60 cm. Şəkli çəkmək artıq hər şeyi. Həm də sənin əsas hissəsi burada. Şəkli çəkmək sənə hər şeyi deyir. 24'də. Əlinin yaşı anasının yaşının 20%-nə, bacısının yaşının isə 120%-nə bərabərdir. Əlinin anası ilə bacısının yaşlarının cəmi 35 olarsa ananın yaşını tapın. Deməli, ana ilə bacının yaşının cəmi 35'dir. Əlinin yaşı anasının yaşının 20%-nə. Deməli, anasının yaşı 100%-dirsə, 100 demirəm, 100%-dirsə, əlinin yaşı bunun 20%-nə. Düzdürmü? Buradan mən əlinin yaşını tapa bilərəm. Taparım. Anasının yaşı vurulsun 20 bölünsün 100. Yəni ixtisar gedir. Qalır nə? 5'də 1 anasının yaşına. Bacısının yaşını isə 120%-nə bərabərdir. Yenə bacısının yaşı 100%-dir. 120%-nə əlinin yaşı bərabər. Yenə əlinin yaşını tapıram. Olur əlinin yaşı 100'də 120 vur bacısının yaşına. İxtisar gedər. Qalar 1,2 bacısının yaşına əlinin yaşı. Bunu da tapdıq. Gətirib burada bu yaşları bərabərləsəm mən 5'də 1 nə deməkdir? 0,12 əlinin yaşı eyni daxı 1,12 10'a vursam 2A bərabərdir 12B
İxtisar aparsam 2-yə. A bərabər 6B-yə. Gətirib yerinə qoysam. A-nın yerinə 6B. 6B-nin üstünə 6B. 7B bərabər 35. B bərabərdir 5. B-ni 5 tapdım. Onda A nə olur? 6-nı 5-ə vuranda 30. Məndən də ananın yaşını soruşur. Ananın yaşını tapdıq ki 30 yaşdır. Bu belə. 30. Və 25-ci sual. Məsələ qəşəng məsələ idi. Bu 24 deyək ki, nisbətən ulduzlu məsələ kimi demək olar. Yəni 9-cu sinif çərçivəsində. 25-də ABC üçbucağında BD tənbülən. Burada ABC üçbucağında BD tənbülən. Bəli. AB 10. BC 15. Bəli. DC çıx AD. DC çıx AD 3. Deməli, mən DC çıx AD 3-dürsə, DC-yə bir X desəm, X çıx AD bərabər 3-dürsə, onda AD bərabər X çıxılsın 3 olur. X çıxılsın 3. DC-ni soruşur məndən. Tənbülən xassəsi nətəri idi? Hər hansı üçbucaqda, məsələn, bu tənbüləndirsə A, B, M, N-dirsə, A-nın M-ə nisbəti, B-nin N-ə nisbətinə. Bu tənbülən xassəsi uşaq. Yəni, bunu unutmayın. Xassələr də yadınızdan çıxırsa tez-tez təkrar edin. Mütəmadi olaraq təkrar eləmək lazımdır ki, mövzular yaddan çıxmasın. 10 bölünsün, X çıxılsın 3, 15 bölünsün X. 10 X bərabərdir, 15 X çıxılsın 45-ə. 5 X bərabərdir 45, X də bərabərdir 9. Məndən DC-ni soruşur, DC oldu 9. Belə. Sınaq 9-cu sinif çərçivəsində çox gözəl sınaqdır həqiqətən. Yəni, bu kitab həqiqətən xoşuma gəldi. Yəni, müəllif hüquqları qorunmaq şərti ilə, yəni sınağı mən bu formada paylaşmıram, izahım verməyimə baxmayın. Super sınaqdır. Mövzu sınağı 2-ci variantında növbəti video izahımda inşallah verəcəm. Bu nisbətən, aya nisbətən çətin sınaqdır. Belə, sağ olun, uğurlar sizə.